Xaricə ucuz bilet tapmaq istəyirsiniz? O zaman bu videonu yadda saxlayın. Başlayaq Balkan ölkələrindən. Bosniya, Albaniya və Serbiya kimi ölkələrə çox vaxt səfərli biletləri Pegasus, Ajet və Air Serbiyadan tapmaq olur. Avropa tərəfə getmək istəyənlər isə mütləq vizaya baxın. Bu aviaşirkətlər İtaliya, Macarıstan və Slovakiyaya bəzən cəmi 200 manata gediş-gəliş tapmaq olur. Öz növbəsində Polşaya uçmaq istəyirsinizsə, LOT aviaşirkətinə baxın. İndi isə keçək Asiya istiqamətlərinə. Çinə getmək istəyirsinizsə, azalan kampaniyalarını izləyin. Mən 2 dəfə 500 manata gediş-gəliş bileti almışam. Öz növbəsində Urumçiyə getmək istəyirsinizsə, Air Astana da yaxşı seçimdir. Cənubi Koreyaya getmək istəyirsinizsə, Centrum Air aviaşirkətinə baxın. Elə olub ki, 800 manata Seula gediş-gəliş bileti görmüşəm. Malayziya və Taylanda getmək istəyirsinizsə, Air Arabiyaya baxın. Keçən il mən Kuala Lumpura 600 manata gediş-gəliş bileti görmüşdüm. Ümumiyyətlə, mən aviaşirkətlərin öz saytlarından bilet almağı üstün tuturam. Amma daha ucuz bilet tapmaq üçün bəzən Skyscanner, Google Flights və Aviasales-a da baxa bilərsiniz. İkinci məsləhətim isə məzuniyyətinizi yayda götürürsünüzsə, iyun ayına salın. Çünki iyul və avqust həqiqətən də çox baha olur. Və son olaraq biletlərə həftənin ikinci günü baxın. Bəzən qiymətlər daha ucuz olur. Və əlbəttə ki, məni izləyin, çünki bilet endirimlərini və sərfəli uçuşları storydə paylaşıram.